Əbülfəz Elçibəy haqqında bir çoxlarınızın eşitmədiyi nadir faktları təqdim edirik. Əbülfəz Qədirqulu oğlu Əliyev 1938-ci ilin 24 iyununda Ordubadın Kələki kəndi yaxınlığındakı Xəlil düzündə, yaylaqda anadan olub. Əbülfəz Elçibəyin atası çoban olub. Anasının ailəsi isə 1905-ci ildə ermənilərdən qaçıb uzun müddət dağlarda gizlənib. Ailələrindən bircə elə Elçibəyin anası xilas olmağı bacarıb. Neçə gün qar altında qalıb. Əbülfəz Elçibəyin yaxın dostlarından olan tərcüməçi Natiq Səfərovun xanımı Zümrüd Səfərova xatirələrini nəql edərkən deyir, bir dəfə Kələkiyə bəyin evinə qonaq gedəndə onun anası ilə tanış oldum. Elçibəyin anasının ayaq barmaqlarının olmaması diqqətimi cəlb etdi. Sonradan ana hər şeyə aydınlıq gətirdi. Sən demə, 1905-ci ildə ermənilərdən qaçıb dağlarda gizləniblər. Az əvvəl qeyd etdiyimiz kimi, ailələrindən təkcə o xilas olmağı bacarıb. Neçə gün qar altında qalıb deyə hər iki ayağının barmaqları o qədər don vurub ki, qadın həyatını və ayaqlarını xilas etmək üçün baltanı götürüb ayaq barmaqları, özünün ayaq barmaqlarını kəsib. Elçibəyin uşaqlıq arzusu həkim olmaq olub, bəlkə də bu səbəbdən. Universitetdə təhsil alarkən mahnı oxuyurmuş, hətta xora da yazılmış. Universitetin Şərqşünaslıq fakültəsində İslam üzrə mühazirə oxumaq üçün Misirdən Bakıya qaydanda Azərbaycanlı müəllim kimi öz tələbələrinə rusca mühazirə oxumaq məcburiyyətində qalması ona xoş gəlmir. Buna görə Azərbaycan dilini ölkənin məktəb və universitetlərində təlim vasitəsi kimi rus dilinin səviyyəsinə qaldırmaq təklifini irəli sürdüyü bildirilir. Məhz bu səbəbdən də Kommunist Partiyasından çıxarılır və vəzifəsindən azad olunur. Antisovet təbliğatı və pantürkizm ittihamları ilə məhkum olunur. Ona 18 aylıq ağır əmək cəzası verilir. Gündəlik tapşırığı isə daş karxanasında 30 və 35 kiloqramlıq 900 kərpici maşına yükləmək olur. 1979-cu ildə Elçibəyin toyu olur və həmin vaxt şair Rüstəm Behrudi də Kələki kəndində təyinatla müəllim işləyirmiş. Behrudi toyu gedən gün kirayə qaldığı evdəymiş və birdən qapı döyülür. Elçibəy ilə şair Vaqif Bayatlı içəri girirlər, onlar birlikdə əyləşib çay içirlər və Elçibəyin öz həyətlərində toyu gedir, özü isə şairlərlə saatlarla kirayə evdə oturub söhbət edirmiş. Vaqif Səmədoğlu, Ramiz Rövşən və Vaqif Bayatlı o dərin şeirlərini xoşlayıb, eyni zamanda bu şairlərlə dostluq edib. Yemendir, gülüşemendir, giden gelmiyor, acep nedendir. Oğlu müsahibəsində bildirir ki, Elçibəy içki içib, lakin heç kim onun ifrat içən adam olduğunu deyə bilməz. Dindar olmayıb, amma Ramazan ayında oruc tutub və namaz qılıb. Hətta Kələkidəki ev muzeyində Elçibəyə məxsus canlanmaz hələ də qorunub saxlanılır. Ömründə bir dəfə təntənəli ad günü keçirib, 1999-cu ildə. Sonra məlum olub ki, bu özünə görə deyil, mərhum jurnalist Nəcəf Nəcəfova görədir. Onlar eyni gündə doğulublarmış və Nəcəfov xəstə olduğu üçün bu onun sonuncu ad günü ola bilərdi. Elçibəy də onu son ad günündə sevindirməyə çalışmışdı. Doğrudan da belə olur və Nəcəf Nəcəfov növbəti ad gününü görmür. Elçibəy isə bundan sonra cəmi bircə ad günü görə bilir. Onu da xəstəliklə çarpışa. Oğlu müsahibələrindən birində deyir, atam rəhmətə gedənə qədər ərköyün böyümüşəm. O vaxta qədər əmim oğlu ədalət mühafizəçi kimi daim yanımda gəzirdi. Şəhərdə hər yerə o aparıb gətirirdi. Atamın vəfatından sonra özüm sərbəst gəzməyə başladım. Heç yerdə də Elçibəyin oğlu olduğumu bildirmədim. Hətta neçə ildir dostluq etdiyim insanlar vardı ki, onlar belə Elçibəyin oğlu olduğumu uzun illər bilmədilər. Ailələrdə uşaqların valideynlərinə mama, papa deyə müraciət eləmələrini heç sevməyib.
Öz övladları da ona papa deyəndə çox əsəbləşirmiş. Uşaqlardan xoşu gəlirmiş və qucaqlarına alıb oynadarmış. Ancaq uşaq mama, papa deyən kimi o dəqiqə yerə qoyarmış. Övladlarına isə tövsiyə edib ki, rus dilini oxumayın, bu dil sizə lazım deyil. Kələkidəki evlərində Əkrəm Əydisli ilə söhbət zamanı Elçibəy yazıçının əcnəbi xanımla evlənməsini milli zəmində müzakirə edir. Bütün detallarda milliliyin, türkçülüyün tərəfdarı olan Elçibəy, Əkrəm Əydislinin Belarus əsilli xanımla evlənməsini də müzakirə etdiyini görən anası işə qarışır. Elçibəyin anasının orada dediyi həmin cümlə hələ də bir çox dəyərli məclislərdə xatırlanmaqdadır. Əbülfəz, adamın özünün bildiyi həqiqəti üzünə deməzlər. 71 il Sovet boyunduruğu altında qalan Azərbaycan üçün Əbülfəz Elçibəy hakimiyyəti və bu hakimiyyətin gətirdiyi nəfəs sərbəstliyi bir xeyli bizə, xalqımıza, yurdumuza önəmli oldu. Və bu gün də onun verdiyi bəzi ideyalar hələ də yaşamaqdadır. Bəlkə də Əbülfəz Elçibəy bir çoxlarının dediyi kimi çox da bacarıqlı siyasətçi bir prezident deyildi. Amma o ideoloq kimi eyni zamanda bir tarixçi, şərq tarixini, şərq mədəniyyətini, dünya mədəniyyətini yaxşı bilən insan kimi Azərbaycana çox ciddi töhfələr verib. Əbülfəz Elçibəy 2000-ci ildə 62 yaşında uzun sürən xəstəlikdən sonra Ankara'da vəfat edir və Fəxri Xiyabanda dəfn olunur. Allah